Quran Surə Əraf ayət 204. Quran oxunduğu zaman onu susub dinləyin ki, sizə rəhm olunsun. Quran Surə Yasin ayət 70. Mən Quranı dirilər üçün xəbərdar edici və kafirlərə də cəza haqq olsun deyə göndərdim. Quran Surə Əhqaf ayət 45. Mən insana ata-anasına yaxşılıq etməyi və gözəl davranmağı və onlara yaxşı baxmağı əmr